Bakın dostlar, bakın. Bu kiçik nukleustur. O da hatta ventilyasiya dəliyini propolislə örtür. Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 23 sentyabr 2025-ci il. Deməli dostlar, bugün sizə arı pətəklərində ventilyasiyalarla bağlı, yəni havalandırma dəlikləri ilə bağlı biraz məlumat verəcəm. Pətəklərdə havalandırma dəlikləri lazımdır, vacibdir. İndi dostlar, kimi bir ədəd qoyur, kimi 2 ədəd qoyur, kimi ümumiyyətlə bütöv aşağısı açıq setkalı pətəklərdən istifadə edir. Mən hansılardan istifadə edirəm, nəyi özüm üçün düzgün sayıram, indi sizə göstərərəm. Bütün pətəklərimdə havalandırma dəlikləri arxa divar tərəfdə var, açmışam. Havalandırma dəlikləri lazımdır, vacibdir. Müəyyən vaxtlarda mən hər zaman payız dönəmində ventilyasiyaları bağlayıram. Kim nə cür edir, kim açıq saxlayır, kim qışda tamamilə bütöv setkalı pətəklərdən istifadə edir, öz işləridir dostlar. Mənim metodum illərdir arı saxlayıram. Ventilyasiya dəlikləri hər zaman bağlı qalır. Qış dönəmində, yaz dönəmində, yalnız yayda açıram. Sentyabr ayında arılar artıq ventilyasiyaları propolisdən bağlayırlar dostlar. Bu pətəkdə bir neçə gün, təxminən 10 gündən yuxarıdır ki, mən o ventilyasiya dəliyindəki propolisi kəsib götürdüm. İndi mən sizə göstərərəm ki, amma aşağıdan ventilyasiyanı bağlamamışam. Ona görə ki, bunu sizlərlə paylaşa bilim, sizlərə göstərə bilim. Arı bu ventilyasiya dəliklərini yenə də başlayıb propolisdən bağlamağa. Nə üçün? Ona görə ki, dostlar, əgər bu ventilyasiya dəliyi arılara qışda lazım olsaydı, indidən payız dönəmində bunu arılar bağlamazdılar. Onlara lazım deyil ki, bunu bağlayırlar. 50-60 diametrində mən dəliklər açmışam. Hər zaman o dəliyin üstü bağlanılır. 2 ədəd nazik qələm ölçüsündə dəlik saxlayırlar. Deməli, arılara bu qədər lazımdır dostlar. Getdik. İndi sizə mən bunu göstərim. Yeri gəlmişkən dostlar, baxın, süzülmüş şanları biz necə saxlayırıq? Bax, bu qaydada. Arı kəsmə taxtasından boşluq tərəfdə saxlayıram, soyuq düşənə qədər. Baxın dostlar, bu da ventilyasiya dəliyi. Demək, təxminən 10 gün, 12 gün bundan öncə mən o ventilyasiya dəliyinin üstündəki propolisi götürdüm, amma aşağıdan ventilyasiya dəliyini bağlamadım. Baxın, arılar yenidən başlayıblar propolislə bu ventilyasiya dəliyini bağlamağa. Deməli dostlar, arılara ventilyasiya dəliyi qışda lazım deyil. Əgər lazım olsaydı, arılar bunu bağlamazdılar. Deməli dostlar, bugün 23 sentyabrdır. İnşallah təxminən bir həftədən sonra mən sizə bu pətəyi yenidən çəkib o ventilyasiya dəliyinin nə qədər bağlanıb, nə qədər açıq olmasını sizə yenidən çəkib göstərərəm dostlar.
ventilasiya dəliklərini mən həmişə payızda bağlayıram. Çünki buna ehtiyac duymuram. Kim nə fikirləşir, kim hansı metodla çalışır, kim də penoplastdır, penopleksdir, kim də açıq, tamamilə aşağı hissəsi açıqdır. Onlarla da işim yoxdur. Hər kəsin öz yanaşması var. İndi bəzən məni düz başa düşməyə bilərlər. Müasir arıçılıq setkalı olmalıdır, aşağısı bütöv setkalı. Belə deyil dostlar. Müasir arıçılıq daim axtarışda olmaq lazımdır, daima öyrənmək lazımdır. Müasirlik o demək deyil ki, necə ki bizim müasir dövrümüzdə müasir gənclərimiz müasirliyi tuman açıq gəzməkdə bilirlərsə, müasir arıçılıqda da yəqin bəziləri belə hesab edir. Yox, o belə deyil. Aşağı hissəsi açıq olmuş arılar, yəni aşağısı tamam açıq olmuş arılar güya ki qışlamanı yaxşı keçirdir. O da normal deyil. O da baxır hansı arıya, o baxır hansı pətəyə. Elə baxın bu müasirliklərin ucbatından arıları askasferoz xəstəliyi bürüyüb, cürbəcür infeksiyalar, soyuqlanma, sülfə çürümələri, yəni bütün bunlar arı pətəyinə əlavə hava keçirsə, demək arı bunu nizamlaya bilmir və bütün xəstəliklər də bunlardan baş verir dostlar. Bilmirəm, mən illərdir arı saxlayıram, arılarım sap-salamat, ventilasiya dəlikləri sentyabrda bağlanılır. Əssalam. Əgər sizdə zəif ailələr varsa, 2-3 ramkalıq ailələr varsa, təbii ki, siz bu dönəmdə 3 çərçivəlik, 2 çərçivəlik ailələri hətta istilik qoysanız yandan, təbii ki, o ailə biraz inkişaf edəcək. Özünə o lazım olan mikroklimati bu pətəkdə yarada bilər və soyuqlar düşənə qədər ailə biraz inkişaf edə bilər və o ailə sönməz. Təbii ki, yem bazasını nəzərə almaq lazımdır. Amma baxın, bugünkü mövzumuz ventilasiyalarla bağlı sizinlə paylaşıram. Yəni, mən bunu hər zaman müşahidə etmişəm. Dostlar, indi bunu təsadüf olub-olmamasını sizə bir daha göstərirəm ki, gedək indi növbəti pətəyimizdə. Orada da təxminən 10 gün bundan əvvəl havalanma dəliyindəki propolis'i kəsib çıxarmışdım, ventilasiyanı bağlamamışdım. Orada da gedək sizə göstərim. Bu da ikinci arı pətəyimiz. Necə dediyim kimi, burada da propolis'i götürmüşdüm. Baxın, bu arı ailəsində mən 2 ədəd ventilasiya dəliyi saxlamışam. Birini tamamilə bağlamışam. Heç ehtiyac duymuram. Yəni, arını bağlı saxlayarkən 3 gün, 2 gün o dönəmdə hər ikisini yayda açmaq lazım olur. Amma belə bir ədədini açıram. Baxın, görün, bu arılar bunu necə bağlayırlar. Bu pambıq ədyal, üstü taxta, örtdüm, vəssalam. Taxtadır, kimyadır. Odur ki, dostlar, inşallah sizə bunu növbəti dəfə çəkib, tam bunun bağlı olmağını göstərərəm. Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 3 oktyabr 2025-ci il. Bu pətəyi yəqin ki xatırlayırsınız. Ventilasiyalarla bağlı dostlar, havalandırma dəlikləri ilə bağlı mən
sentyabrda çəkmişdim bu pətəyi ki arılar propolisdən necə vəhşi arılar da qoymur, imkan vermirlər. Deməli baxın dostlar, artıq bir damcı qalıb tamamilə bağlamağa. Görürsünüzmü? Mən bunu göstərdim. Hər il bunu mən müşahidə edirəm. Deməli, arılara qışda ventilyasiya lazım deyil dostlar. Bu da növbəti pətək. Vəhşi arıların əlindən bu pətəyi açmaq olmur dostlar indi. Amma açıb sizə göstərəcəm. Baxın, artıq çərçivənin altından tamam hörüblər. Baxın dostlar, əgər qışda bunlara ventilyasiya lazım olardısa, baxın bunu bu qaydada bağlamazdılar. Baxın, artıq çərçivəyə yapışmışdı, mən dartdım. Təmiz, keyfiyyətli propolislə tamamilə bağlayırlar dostlar. Payızda ventilyasiyaları bağlayıram ki arılarım əziyyət çəkməsin dostlar. Vəhşi arılar da imkan vermir ki pətəyi açaq. Deməli bir daha sizə göstərdim ki arılara qışda ventilyasiya lazım deyil. Vəssalam.